Elə kəlmələr var ki, onlar səsləndikdə və ya hardasa biz onları gördükdə bizim ağlımızda, zehnimizdə başqa kəlmələri də canlandıra bilir. Hovuz dedikdə üzmək kimi və yaxud divan dedikdə istirahət etmək kimi, əsnəmə dedikdə yuxu kimi. Bu hallarla o qədər qarşılaşmışıq ki, artıq avtomatik olaraq bu kəlmələr bizdə başqa kəlmələri canlandıra bilir. Bunu başqa yollarla da etmək olur. Onlardan biri bunu yaxşı şəkildə marketinq etmək, yəni pazarlamaqdır. Misal üçün, yaxşı bir içkinin tam keyfiyyətini əldə etmək üçün onu filan şüşədən içməlisən deyə pazarlanan məhsullar da əslində bu qəbildən olan misala aiddir. Yəni, yaxşı şüşə keyfiyyətli məhsulu istər-istəməz sənin ağlında canlandırır. Başqa bir misal isə ondan ibarətdir. Bu, hər birimizin demək olar bəlkə də hiss etdiyidir. Bahalı olan məhsulun keyfiyyətli olması ilə bağlı. Yəni, bir şey bahalıdırsa, bu istər-istəməz bizim ağlımızda keyfiyyət kəlməsini də, onun keyfiyyətli olduğunu da eyni şəkildə canlandırır.